Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in ve ba'd. Əziz və dəyərli müsəlmanlar, sizlərə bəşəriyyətin ən xeyirlisi olan Muhammed sallallahu aleyhi və səlləmin reyhan qoxulu nəvəsi, böyük şəxsiyyət, Əhl-i Beytin ən bariz simalarından biri İmam Hüseyn radiyallahu anhu barəsində danışmaq istəyirəm. Onun başına gəlmiş böyük müsibət, İslam aləmində böyük bir sınma nöqtəsinə, fitnəyə, təfriqəyə və ziddiyyətə səbəb olmuşdur. Ömər radiyallahu anhunun atəşpərəst məcusi Əbu Lu'lu'ə tərəfindən namazda vurulması, Osman radiyallahu anhunun öz evində Quran oxuyarkən xavaricilər tərəfindən şəhid edilməsi, Əli radiyallahu anhunun namazdaykən xavariclərdən olan İbn Mulcim tərəfindən şəhid edilməsi, daha sonra isə İmam Hüseyn radiyallahu anhunun Kərbəlada şəhid edilməsi, İslam tarixinin ən ağrılı, acılı, faciəvi hadisələrindəndir. İmam Hüseyn sağlığında ikən cənnətlə müjdələnmiş bir şəxsiyyət idi. Onun fəziləti barəsində bir çox hədislər var. Onlardan bəzilərini qeyd etməklə kifayətlənəcəm. Cabir ibn Abdullah radiyallahu anhunun belə dediyi rəvayət olunur ki, kim yer üzərində cənnət əhlindən birini görmək istəyirsə, Hüseyn ibn Əliyə baxsın. İmam Hüseyn radiyallahu anhu şəhidliyin rəmzlərindən biri hesab olunur. O, şəhid olan vaxt yer üzündə ondan daha fəzilətli bir insan yox idi. Ən xeyirli və ən fəzilətli insan o idi. Buna baxmayaraq, xəyanətə məruz qaldı və şəhidlik məqamına yüksəldi. Onun adı Əbu Abdullah Hüseyn ibn Əli ibn Əbu Talib ibn Abdülmuttalibdir. Atası 4-cü Raşidi xəlifə İmam Əli ibn Əbu Talibdir. Anası Peyğəmbər sallallahu aleyhi və səlləmin ciyərparəsi, sevimli qızı Fatimə radiyallahu anhədir. Babası bəşəriyyətin ən xeyirlisi və peyğəmbərlərin sonuncusu Muhammed aleyhissalatu vəssəlamdır. Nənəsi ən fəzilətli 4 qadından biri olan Xədicə binti Xuveyliddir. Qardaşı cənnətlə müjdələnmiş gənclərin ağası Həsən ibn Əli radiyallahu anhudur. Bir sözlə, ən fəzilətli, nümunəvi və xeyirli bir ailənin üzvü idi Hüseyn radiyallahu anhu. Tirmizi və İbn Macənin Sunən əsərlərində, Əhmədin Musnəd əsərində, Ya'lə ibn Murra radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Hüseyn məndəndir, mən də Hüseynnənəm. Hüseyni sevən kəsi Allah da sevər. Allahu akbar. Fəzilətə bax. İstəyirsən Allah səni sevsin, İmam Hüseyni sevməlisən. Hicrətin 4-cü ilində, Şaban ayında Mədinə şəhərində anadan olub. O anadan olanda Peyğəmbər sallallahu aleyhi və səlləm və Mədinə əhli çox sevinir. Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə olarkən xəbər gəlir ki, ey Allahın rəsulu, nəvən olub? Tez evə qaçır Peyğəmbər sallallahu aleyhi və səlləm. Gəlib deyir ki, hardadır mənim balam? Əli radiyallahu anhu da körpəni gətirib Peyğəmbər sallallahu aleyhi və səlləmə verir. Soruşur ki, nə ad qoymusunuz ona? Əli radiyallahu anhu deyir ki, adını Cəfər qoymuşam. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, Rəbbim səmadan mənə əmr edib ki, onun adını Hüseyn qoyum. Beləcə onun adı Hüseyn olur. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki,
bir dəfə biz məsciddə oturmuşduq. Bu vaxt Həsənlə Hüseyn radiyallahu anhuma məscidə gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmi məşğul etdilər. Namaz qılır Peyğəmbər sallallahu aleyhi və səlləm, Həsənlə Hüseyn də uşaq olurlar, gəlib onun üstünə çıxırlar. Namazı bitirdikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onları qucağına otuzdurub deyir ki, Allahım, mən bunları sevirəm. Allahım, Həsənlə Hüseyni sev. Allahım, onları sevənləri də sev. Onlara nifrət edənlərə nifrət et. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Həsənlə Hüseyn cənnətdəki gənclərin rəhbərləri olacaq. Uca Allah bu sevimli qulunu böyük imtihanlara çəkir. Əvvəlcə babasını itirir, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmi. Sonra anasını Fatimə radiyallahu anhəni itirir. Sonra atasını Əli ibn Əbu Talib radiyallahu anhun itirir. Daha sonra qardaşını Həsən ibn Əli radiyallahu anhun itirir. Bilirsiniz, Həsən radiyallahu anhu 5-ci Raşidi xəlifədir. Lakin qısa müddət sonra müsəlmanların qanı tökülməsin deyə hakimiyyəti Muaviyyəyə güzəştə gedir. Müsəlmanlar arasında sülh bağlanır, ixtilafa son verilir. Hicrətin 40-cı ili, həmin il camaat ili adlanır. Xilafəti tərk edərkən şərtlər qoyulur. Həmin şərtlərdən biri də o idi ki, gələcəkdə Muaviyyədən sonra xəlifə şura əhli tərəfindən seçiləcək. Və bu xüsusda razılığa gəlirlər. Həsənlə Hüseyn radiyallahu anhuma hər ikisi Muaviyyə radiyallahu anhuya beyət edir. Muaviyyənin xilafəti dövründə heç bir ciddi problem yaşanmır. Qarşılıqlı ehtiram hökm sürür. Hətta Muaviyyə Konstantinopola qarşı ordu hazırlayır və Hüseyn radiyallahu anhu da həmin orduda olur, döyüşdə iştirak edir. Onunla birlikdə bir çox sahabələr, o cümlədən Abdullah bin Abbas, Abdullah bin Zübeyir, Abdullah bin Ömər də həmin döyüşdə iştirak edirlər. Hicrətin 56-cı ilində Yezidin vəliəhd təyin olunmasına qərar verilir. İnsanlar beyət etməyə başlayırlar. Lakin sahabələr o cümlədən 4 nəfər beyət etmir. Abdullah ibn Ömər, Abdullah ibn Zübeyir, Abdullah ibn Abbas, bir də Hüseyn ibn Əli radiyallahu anhu beyət eləmirlər. Çünki bu artıq hakimiyyətin atadan oğula keçməsi demək idi. İslama görə isə xəlifə şura əhli tərəfindən seçilməli idi. Həmçinin xəlifəliyə daha layiq olanlar var idi. Səhabələr var idi. O cümlədən də Hüseyn radiyallahu anhu. Həmçinin etiraz edirlər ki, sən Həsən radiyallahu anhu ilə bağlanmış sülh sazişini pozmusan. Hicrətin 60-cı ilində Muaviyyə radiyallahu anhu vəfat edir və Yezid hakimiyyəti ələ alır. Vəziyyət daha da gərginləşir, çünki Mədinə əhli sahabələr ona beyət etməmişdilər. Bu vaxt Kufə əhli İraqdan məktublar göndərirlər İmam Hüseyn radiyallahu anhuya ki, biz Yezidə beyət etmirik və onun xəlifə olmasına qarşıyıq. Biz sənə beyət etmək istəyirik, sənə beyət edirik. Yüzlərlə buna bənzər məktub göndərirlər Mədinəyə. Bəzi rəvayətlərdə gəlir ki, 500-ə yaxın məktub yazılır və 12.000-ə yaxın şəxs bildirir ki, biz sənə beyət edirik, ya Hüseyn. Hüseyn radiyallahu anhu məsələni dəqiqləşdirmək üçün əmisi oğlu Muslim ibn Aqili Kufəyə göndərir. Deyir, get bax gör, həqiqətən də insanlar mənə beyət ediblər, mənim xəlifə olmağımı istəyirlər, yoxsa yox. Gedir Muslim ibn Aqil, görür ki, doğrudan da Kufə əhli İraqda deyir ki, biz Hüseynin xəlifə olmasını istəyirik, ona beyət edirik. 12.000 nəfər onun ətrafını toplanır və bunu deyirlər. Məktub yazır, göndərir Mədinəyə ki, ey Hüseyn, insanlar sənə beyət etmək istəyirlər, gəl Kufəyə. Təbii ki, artıq xəbər yayılır hər yerə. Həmin vaxt Kufənin valisi sahabə Nu'man ibn Bəşir radiyallahu anhu idi. Hüseyn radiyallahu anhunun qətlinə səbəbkar olmuş zalim, günahkar Ubeydullah ibn Ziyad isə
həmin vaxt Bəsrənin valisi idi, rəhbəri idi. Xəbər Yezidə çatanda ki, insanlar Kufədə Hüseynə beyət etməyə hazırlaşır, Nu'man ibn Bəşir radiyallahu anhunu vəzifəsindən azad edir və Ubeydullah ibn Ziyada məktub göndərir ki, səni həm Bəsrənin, həm də Kufənin valisi təyin edirəm. Ubeydullah ibn Ziyad Kufə əhlini ələ almağa başlayır. Bir qismini pulla ələ alır. Pul verir ki, götür keç biz tərəfə. Digərlərini də qorxudur, işgəncə verir. Deyir, kim mənə tabi olmasa onu öldürəcəm. Beləcə, insanlar azalmağa başlayır. 12 mindən əvvəl düşür 5 minə. Sonra azalır, olur 350 nəfər. Muslim ibn Aqil deyir ki, baxdım ki, ətrafımda cəmi 350 nəfər adam qalıb. Sonra deyir, məğrib namazını qılıb salam verəndə çevrildim, gördüm ki, arxamda bir nəfər də qalmayıb. Hamı çıxıb gedib. Baxın, bu xəyanət İmam Hüseyn radiyallahu anhunun qətlinin səbəblərindən biri idi. Muslim ibn Aqil ikinci dəfə məktub yazıb göndərir Hüseyn radiyallahu anhuya ki, ey əmim oğlu, məktubum sənə çatmış olsa, əsla Kufəyə gəlmə. Buranın əhalisi yalancı və xaindir. Lakin o vaxt indiki kimi deyildi. Məktubun ünvanına çatması üçün uzun vaxt lazım olurdu. Ubeydullah ibn Ziyad Muslim ibn Aqili öldürmək qərarına gəlir. Əmr edir ki, adamları gedib onu tutsunlar. Gedib onu tuturlar və həm onu, həm də onu öz evində saxlayan Hən ibn Urvanı qətlə yetirir. Baxın, İmam Hüseyn radiyallahu anhu xəlifə olmağa can atmırdı. Məqsəd xəlifə olmaq deyildi. Məqsəd haqqı izhar etmək və haqsızlığa qarşı çıxmaq idi. İmam Hüseyn radiyallahu anhuya ikinci məktub çatmamış, Hicrətin 60-cı ili Muharrem ayının 8-i İraqa doğru səfərə çıxır. Özü də tək yox, bütün ailəsini, uşaqlarını və qardaşlarının ailəsini, uşaqlarını və Peyğəmbər sallallahu aleyhi ve səlləmin pak əhli beytini hamısını ətrafına yığıb birlikdə yola çıxır. Bu da onu göstərir ki, o döyüş məqsədi ilə çıxmamışdı. Birinci gəlir Məkkəyə, Kəbənin ətrafında təvaf edir. Bu vaxt möminlərin anası Ummu Sələmə radiyallahu anhə onu görüb ağlamağa başlayır. Bəzi rəvayətlərdə gəlir ki, biz Ummu Sələmənin səsini həmin gün hönkür-hönkür ağlayarkən ilk dəfə eşitdik. Hüseyn yaxınlaşır ona, deyir ki, ay anam, niyə ağlayırsan? Deyir ki, səni gördüm, anan Fatimə yadıma düşdü. Vallahi ki, əgər anan sağ olsaydı, imkan verməzdi ki, sən bizi burada qoyub Kufəyə gedəsən. Hüseyn radiyallahu anhu da deyir ki, anam nənəmin, yəni Xədicə radiyallahu anhanın belə dediyini mənə çatdırmışdır ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhy gəldikdə Xədicə ona ürək-dirək verərək demişdi ki, Allah səni əsla alçaltmaz, məni də Allah alçaltmayacaq. Mən burada oturub, orada vəziyyəti o cür qarışıq vəziyyətdə buraxa bilmərəm. Ummu Sələmə radiyallahu anhə onunla vidalaşır və ona deyir ki, get, Allah sənə rəhm etsin. Hər kəs bilirdi ki, təhlükəlidir ora getmək. Səhabələr də onun getməyini istəmirdilər. Abdullah bin Abbas radiyallahu anhuma İmam Hüseyn radiyallahu anhunun qarşısını kəsir. Deyir ki, ey Rəsulullahın övladı, hara gedirsən? Deyir ki, İraqa gedirəm. Deyir, niyə gedirsən ora? İmam Hüseyn radiyallahu anhu deyir ki, orada mənə beyət etmiş bir toplum var, onların yanına gedirəm. Deyir ki, getmə. İraq əhli sənin üzünü görsə vəziyyət fərqli olacaq. Vallahi ki, insanların məni qınamasından qorxmasaydım, sənin yaxandan tutub yerə oturdardım ki, getməyəsən. Ey Rəsulullahın övladı, sənə nəsiyyət edirəm ki, Kufəyə getməyəsən. Lakin İmam Hüseyn radiyallahu anhu onun sözlərinə məhəl qoymur və getməyə israr edir. Deyir, bax, 500 dənə məktub göndəriblər mənə. 12 min nəfər mənə beyət edib. Deyir, getmə İraqa, ondansa Yəmənə get. Yəmən əhli səni dəstəkləyəcək. Deyir, yox, gedəcəm.
Yenə İbn Abbas radiyallahu anhuma deyir ki, sənə üçüncü nəsiyyətim budur ki, gedirsən get, heç olmasa ailəni, uşaqlarını özünlə götürmə. Mən qorxuram ki, Osmanın başına gələnlər sənin də başına gələr. Bilirsiniz, Osman radiyallahu anhu xavaricilər qətlə yetirərkən onun zövcəsini də qətlə yetirmişdilər. Deyir, aparma qadınları və uşaqları. Lakin İmam Hüseyin radiyallahu anhu getməkdə israr edir. Zilhiccə ayının 8-i Tərviyə günü, yəni insanlar həc ziyarəti etməyə gedərkən İmam Hüseyin radiyallahu anhu Kufəyə doğru səfərə çıxır. Abdullah ibn Ömər radiyallahu anhu eşidəndə ki, İmam Hüseyin Kufəyə gedir, Məkkədən tez çıxıb Mədinəyə gəlir. Gəlir, deyirlər ki, artıq çıxıblar. Düşür onların arxasınca 3 günlük yol gedir. Ləhibə adlanan yerdə İmam Hüseyin radiyallahu anhuya çatıb, deyir ki, ya Hüseyin getmə. Hər kəs bilirdi ki, İraq kimi bir yerə getmək olduqca təhlükəlidir. Deyir, hara gedirsən? İmam Hüseyin radiyallahu anhu da deyir ki, İraqa. İbn Ömər radiyallahu anhu deyir ki, atanın öldürüldüyü, qardaşının xəyanətə məruz qaldığı yerə mi gedirsən? İmam Əlini orada öldürüblər. Oranın cəmaatı öldürüblər. Və sən ora gedirsən? Ya Hüseyin, sən Rasulullahın nəvəsisən, sənin babana dünya ilə axirət arasında seçim etmək təklif edildikdə axirəti seçmişdi. Səni öldürəcəklər, getmə. İmam Hüseyin radiyallahu anhu isə cavabında buyurur ki, haqqı müdafiə etmək üçün gedəcəm. Abdullah ibn Zübeyir radiyallahu anhu da İmam Hüseynin yanına gəlir. Soruşur ki, hara gedirsən? Deyir ki, Kufəyə. Deyir ki, onlar sənin atanı öldürüblər, qardaşını orada xəyanətə məruz qoyublar, getmə. İmam Hüseyin radiyallahu anhu da buyurur ki, gedib orada ölməyim, burada qalmağımdan daha yaxşıdır. Beləcə, İmam Hüseyin radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin əhli beytindən olan 72 nəfərlə birlikdə səfərə çıxır. Kufəyə gedərkən Saffə adlanan yerə gəlib çatır. Yolda məşhur şair Fərazdaq ilə görüşür. Soruşur ondan ki, gələndə İraq əhlinin halı necə idi? Fərazdaq da deyir ki, İraq əhlinin qəlbi səninlədir, qılıncları isə Yezidlədir. Bundan sonra İmam Hüseyin radiyallahu anhu artıq ölümə getdiyini başa düşür. Lakin haqqı müdafiə etməyə qarşısına məqsəd qoyur. Ona görə də Kufəyə doğru yoluna davam edir.